Salam xanımlar, deməli bilik və növlərinə baxırıq. Biliyin növləri nədir? Faktoloji, konseptual, prosedural və metakognitivdir. Baxırıq indi faktoloji nədir? Faktolojini biz keçmişdik. Bax bu faktoloji. Faktoloji nədir? Əvvəlcədən var olan fakt idi. Məsələn, hər hansı bir tarix, hər hansı bir hadisə, hər hansı bir yer, şəxs, xüsusiyyət, hamısı faktolojiyə aiddir. Fakta əsasən bir hadisə varsa, bu faktolojiyə aiddir. Amma faktolojinin deməli 3 şərti var. 3 şərt. Bu 3 şərt sayəsində deməli siz testdə daha rahat işləyəcəksiniz. Deməli 3 şərtimiz nə idi? Birinci, inanmalısan, mən dedikcən alt yazırsınız. Birinci nə idi? İnanmalısan. İkinci, həqiqətən doğrudurmu? Bir də əsaslandırıla bilərmi? Baxın, bu faktolojiyə aiddir. İkiyə baxırıq, konseptual. Konseptual da keçmişdir. Konseptual nədir? Yeni bilik deməkdir. Yeni bilik. Bunu da testdə necə daha rahat işləyə bilərsiniz? Bax, onu göstərəcəm. Konseptuala nələr aiddir? Bax, onu deyəcəm, onu da belə alt yazarsınız. Konseptuala nələr aiddir? Yeni bilik dediyimiz kimi mürəkkəb bilik, müxtəlif bilik, səbəb-nəticə, ümumiləşdirir, qruplaşdırır, təsnif edir, kateqoriyalaşdırır. Daha sonra niyə, nə üçün sualları olmalıdır? Həmçinin bir şeydə əlaqələndirmə varsa, müqayisə varsa konseptuala aiddir. Yaxud mahiyyət varsa, açıqlamaq varsa, nəzəriyyə varsa, fizikanın əsasında fundamental orada qanunları, sualları varsa bilin ki, bu konseptuala aiddir. Ayrıca məsələn, bunu necə sizə başa salım? Məsələn deyək də, ayrıca bir abzasda qruplaşma varsa, kateqoriyalaşdırma varsa bu konseptuala aiddir. Yaxud bir abzasda müqayisə etmək varsa, bununla bunun müqayisəsi varsa, o da konseptuala aiddir. Elə testin cavabını tapmaq olur da. Yaxud nümunə gətirmək varsa da konseptuala aiddir. Əlaqələndirmək varsa da konseptuala aiddir. Niyə, nə üçün suallara cavab verirsə də konseptuala aiddir. Orada məsələn bir abzasda niyə, nə üçün sualları varsa da bu konseptuala aiddir. Başa düşdünüz? Deməli, prosedurala baxırıq. Proseduralın sualları fərqlidir. Baxın, necə və tətbiq olmasa da, amma əsasən faktoloji və konseptuala aid olmalıdır. Yəni, bu ikisinə aid olmalıdır, belə deyim. Əsasən, bunun da sualları necədir? Məsələn, bu bilirsiniz necədir? İsmin sualları var idi, yaxud sifətin sualları var idi, bunlar da ona oxşuyur. Konseptual, yaxud prosedural, bax, ona oxşuyur. Necə, məsələn, sual, yaxud tətbiq olması, ardıcıllıq, alqoritma, proses, adicə bir proses, adından bəlli olduğu kimi prosedurala aiddir. Adicə bir, hər hansı bir kurikulumun abzasında orada bir proses gedirsə, prosedurala aiddir. Hər hansı bir dərsdə bir proses gedirsə, bu da prosedurala aiddir. Başa düşdünüz, məncə burada heç bir çətinlik yoxdur. Daha sonra baxırıq. Dördüncüyə baxırıq. Dördüncüdə əsasən nələr lazımdır? İdraç lazımdır, proses lazımdır, strategiya lazımdır, bir də özü haqqında lazımdır, bir də plan və məqsəd lazımdır. Bunlar varsa, məsələn, belə deyək, plan varsa buna aiddir. Hər hansı bir belə test kimi götürürlər də ki, burada bir plan varsa buna aiddir. Məqsəd varsa, özündə məqsəd daşıyırsa o abzasda, o dərsdə mi deyim, bu da buna aiddir. Yaxud dərsdə məsələn müəllim hansı strategiyalardan istifadə edəcək deyə məsələn bir sual var da, o da buna aiddir, dördüncüyə aiddir. Yaxud idraki bir cümlə görürsə, idraki bir abzas görürsə kurikulum sualı, idraç var axı burada. Bu da buna aiddir. Amma məsələn idraki proses var, idraki proses, o da buna aiddir. Başa düşdünüz? Bu biliyin və növləri sadəcə bundan ibarətdir. Sadəcə bax bu. Biliyin növləri hansılar idi? Faktoloji, konseptual, prosedural və metakognitiv var idi. Deməli, faktoloji nə idi? 3 şərti var idi. O da dediyimiz kimi. Konseptual nə idi? Yeni bilik deməkdir. Prosedural nə idi? Proses deməkdir. Necə proses olması idi? Həmçinin konseptualın müqayisə var idi. Nümunə var idi. Bunda məsələn idraki proses var idi, strategiya var idi, plan, məqsəd varsa da bax buna aiddir. Lap dərsdə plan var, dərs keçəndə planla keçirsən, yaxud məqsəd qoyub keçirsən də, bu da bax buna aiddir. Hamısı indi testi işləyəndə daha rahat başa düşəcəksiniz. Bilik və növləri sadəcə bundan ibarətdir.